Herkese selam. Bugün istediğim vlog başladım ve seslendirmenin üstlenedim. Bir sürü işlerim bilirsiniz ki Amin neçə gündür narahatdı. Yığılmışdı üst-üstə evlər həqiqətən məcazi mənada desək it günündəydi. Və başladım yığışdırmağa. Bura Amin aptečkasıdır dostlar. Buradakı bütün dərman vasitələrindən Amin istifadə edir və Amin üçün alınan dərmanlardır. Demək olar ki, apteki evimizə daşımışıq. Bunu burada bildirə bilərəm. Aminin dərmanlarını yerləşdirdim. Sadəcə bu dərmanı qaldı. Elə qəbul etmədiyinə görə onu şkabına qoymadım. Normalda Aminin dərmanlarını mən aptečka kimi şkabda yer düzəltmişəm. Ora qoyuram. İndi isə buraları təmizləyək. Hər yer qatmağa başlayır. Deyəcəksiniz burada nə qədər əşya var. İnanın ki, hər birinin yeri var. Sadəcə neçə gündür əl gəzdirə bilmədiyimə görə qarışıqdır. Bu şirniyyatları sadəcə qızım məktəbi üçün almışıq. Məktəbə gedəndə yemək üçün istifadə edir. Bura qoyma səbəbim də ortaqda qalanda uşaq çox yeyir və şirniyyatın uşağa ziyanı var. Ona görə çox istifadə etməyə icazə vermir. Deməli, buraları yığışdırdıq. Dolabım içi sadəcə təmizlik elə belə yenə sildim. Zaten həftədə bir dəfə dərin təmizlik mənim kimi bütün xanımlar edir. Mən də həmçinin. Onları belə yerləşdirirəm. Bu arada onu deyim ki, dostlar, bəzi bizi izləyən izləyicilər düşünür ki, kitlə qaldıran insanlar, bloger olmaq istəyən insanlar fikirləşirlər ki, bu xanımlar heç bir iş görmür, əlini ağdan qarıya vurmur. İnanın ki, elə bir şey deyil. Bütün ev işlərini özümüz görürük. Ev işlərini özümüz həll edirik, təmizliyimiz, yığışdırmağımız, hər bir şeyi özümüz həll edirik. Yəni bizim qıraqda robot ev təmizləyicimiz yoxdur. Biz də sıradan bir insanıq. Burada da kosmetikalarımı yerinə yığıram. Burada kosmetikalarımı yığdım, hər birini yerinə. Makyaj vasitələrim də dilim dolaşdı. Onları yerbəyer elədim. İnanın ki, bugün o qədər çox iş görmüşəm ki, hər birini vlogda dəyərləndirmişəm. Son kimi izləməyi unutmayın. Sonu çox maraqlı olacaq. Deməli, qızlar, izləyicilərimizin çoxsu ev işlədən xanımları hər zaman linçləyir. Bunlar da səbəbi də odur ki, düşünürlər ki, biz xanımlar əgər sosial platformada varıqsa, istifadə ediriksə, biz normal həyatımız yoxdur, normalda heç bir iş görmürük, əlimizi ağdan qarıya vurmuruq. Amma inanın ki, bu sizin düşündüyünüz kimi deyil. Yəni, hər sosial şəbəkə, düzdür, elələri də var. Qınamıram, elə insanlar da var. Amma ki, biz onlardan deyilik. Evdar xanımlar evimizin bütün işlərini özümüz görürük. Nə bizim təmizlikçimiz yoxdur, nə xüsusi bir işimizi görən xanım yoxdur. Hər bir işimizi özümüz görürük. Biz də sizin kimi normal insanlardan. Deməli, Amini həkimə aparanda bu sumkasını necə qoymuşamsa şu yeməyini, Amini yarısını yemişdi, yarısını yeməmişdi. Salfetkalara baxın. Elə bir toya aparıram. O kadar salfetka koyuram ki birdən kusar, qaytarar, eləyərdim. Yemək dağılır. İndi bunu salacağım maşınkaya və yulacaq. Belə. Onu deyirdim. Biz sosial şəbəkə işlədirik də, bu o demək deyil ki, bizim işimizi kimsə gəlib görür. Yəni biz normal ev xanımlarıyıq, normal evdə bütün işlərimizi özümüz görürük. Narahat olmayın dostlar. Və mən istədiyim həyatı üçün vloglar paylaşmalıyam. Bunun mənim boş vaxtım var, heç bir əlaqəsi yoxdur. Zaten iş görürüm, onu vlog halına çevirirəm. İnşallah ki beğenirsiniz və videomun sonuna kimi izləməyi unutmayın. Evlərim bu haldadır və mən bu bomba düşmüş evi yığışdırmalıyam. Bunu da sizinlə bərabər edəcəm. Başlayaq.
Mən səsləndirmənin üstündə etdim. Burada başladım evləri yığışdırmağa. Deyəcəksiniz, evin bu qədər niyə bacı? İnanın ki, yəni axşama kimi yığışdırıb təmizləyirəm. Axşam yatırım, səhər elə bil evə bomba düşür. Hər yer qatma qarışıq. İt günündə olur. Yəni hər kəsdən məncə belədir. Burada pastellərimi düzənlədim. Pastelimi zaten yeni dəyişmişdim. Qışda həftədə bir dəfə, yayda isə hər gün pastellərimi dəyişirəm. Bu altdan da mən elə bir matrasın üstünə bir pastel də atıram. Matras batmasın deyə matras. Onun üstünə bir pastel də atıram və üzərindən döşəyi və yenidən pastel qoyuram. Buraları qəşəng təmizlədim. Amma həqiqətən ürəyimcə təmizlik oldu. Hər yeri yığışdırdım, sildim, süpürdüm, yudum, təmizlədim, həyatımda kimi çəkmədim. Hər birini paylaşıram. Bu arada dostlar, xahiş edirəm, videolarımı, vloglarımı sonuna kimi izləyin. Fikir bildirməyi və yazmağı, bəyənməyi, abunə olmağı unutmayın. Bilirsiniz, mən amin üçün bunu hər dəfə təkrar edirəm. Amin üçün qaldırıram bu səhifəni və müəyyən bir həddə çatdırıb qazanc əldə etmək istəyirəm. İnşallah ki, siz bunun üçün mənə köməklik edərsiniz. Bu arada Amini soruşan izləyicilərim, Amin burada videoda yoxdur, çünki yatır, o yatır, anla istifadə edərək tez-tez işlərimi gördüm və video sonunda Amin var, gəlib artıq. Onu çimizdirdim, qəşəng təmizlədim. Uşaq inanırsınız ki, mən Amini qışda deyə xəstələnir və cihaz zaten problemlidir deyərəm. 2 həftədən bir çimizdirirəm, amma yayda 3 gündən bir, 2 gündən bir Amini yuyuram. Ben burada da pastelimi düzelttim, temizledim. Burada ise bir yere giden paltarlarımızın her birini getirirəm bir-bir. Onları meşəkəyə keçirdirəm. Ən sevmədiyim şey paltar ütüləmək, qatlamaq, paltara yemək, yığmaq. İnanın ki, bir də ayna silmək. Bunlardan zəhləm gedir. Qalan bütün işləri sevə-sevə görürəm, xoşlayıram. Nə yalan deyim, bəziləri kimi deməyəcəm, mən evdə giyindiyim paltarı belə ütülüyorum. Xeyr, sadəcə uşaqların az paltarlarını ütülüyorum, Aminin paltarlarını ütü istifadə edirəm. Bir də bir yerə geyinib gedəcəyimiz paltarları hamısı daim ütülü formada və şəkildə olur. Digərlərini biraz bazı tənbəllik eləyir. Həqiqətən vaxtım olmur, inanın ki, vaxtım olmur. Ona görə evdə giyindiyim paltarları ütülərə istifadə etmirəm. Amma səliqəli qatlayıb yığıram, heç ütüyə belə ehtiyac olmur. Burada bir sürü paltarları yumuşam və onları qatlayıb yerlərini yerləşdirirəm. Ümumiyyətcə paltar yumaz, sadəcə maşın yuyur, amma ki bu dediyim kimi ütüləmək, qatlamaq, Allahım, nifrət etdiyim şeylərdən biridir. Heç sevmirəm. Burada da Adil məni danlayır, çünki telefonu səssiz atmışam, video çəkirəm, orada səslər gəlməsin deyə. Telefon səssiz atmışam, bu da mənə dəfələrlə zəng edirdi. Zəng edirəm, görmürsən. Halbuq ki, Adilin hal-hazırda videonu çəkdiyimdən xəbər yoxdur. Bilmir ki, mən video çəkirəm. Və qoltuq altı istifadə edir. Bilsə heç o güzgün qarşısına keçməsin. Anın ki, mən də bildirmədim. Dedim, qoy gülməli görsənsin. Burada da bekarçılıqdan mənə sataşır. Adil ümumiyyətcə xoşlayır mən iş görəndə sataşmağı. Mən əyləndirməyi, gülməyi, çünki pozitiv xarakterə sahibdir. Mən isə tam əksi biriyəm. Ciddi olmağı xoşlayıram. Burada arxamda gəzir və artıq videodan xəbər var.
Tamam kızlar, işlerim bitti. Evimi təmizlədim və mən ümumiyyətcə ev ətirlərini çox istifadə edirəm, mən çox xoşlayıram. Mən yasəmənlisindən istifadə edirəm. Çox gözəl qoxu gəlir. Ve geldik en sevdiğim yer. Kablar yımaq ve kokmak. İnansız en sevdiğim yer bölüm burada. Kablar yımaq. Kokmada məşğul olmaqlarınızsa iş görmək mən o qədər rahatladır ki, bəzilər kimi kokmadan başlayan insanlardan deyiləm. Çalışdığım qədər bütün zamanımı orada keçirdirəm. Burada hamının şüşələrini yuyuram. Deməsə istəyirəm. Mən həftədə bir dəfə deməsə şüşələrin içini çömürürəm, mikroblar olsun deyə. Daha sonra qəşəng yaxalıyorum onu və yemək zamanı onu qaynadıram, sonra istifadə edirəm. Burada mən lincləməyim. Qazın üstünü zaten öncədən silmişdim. Ona görə su ləkələri qalmışdı deyə. Burada sadəcə dəsmalla üzərindən keçdim. Zaten qazın üstünü 24 saat silib təmizləyirəm. Belə bir xəstə xasiyyətim var. İnanılmaz ki, bir damcı su ləkəsi belə düşəndə artıq məni narahat eləyir. Və başlayıram onu dərhal təmizləməyə. Ümumiyyətcə mən təmizlik xəstəsiyəm. O mövzularda biraz həssasam. Əgər eləyirəmsə bir işi onu dərindən təmizləyib dərindən yapışdırmalıyam. Burada da ocağın üstünü qəşəng təmizləyirəm.
Hətta qadın Adil deyir ki, artıq bəsdir. O qazı sən xarab edəcəksən, artıq xarab edəcəksən. Qazıdır silməkdən, üzü silinib. Amma özümdən asılı deyil. Yağ ləkəsi qalanda orada iş görə bilmirəm. Və o yağ ləkəsi qazın üzərində də 2-3 dəfə silməyib qalanda dərinlə şey üçün verilir. Bunu temizləməyə unutmayın. Bəs siz necə qızlar? Ən sevdiğiniz işlərini hansıdır? Ürəkdə fikirlərinizi yazarsınız. Baxacam hər birinə cavab verəcəm. Yadıma düşmüşkən bir izləyicinin bir canlıda yazdığı bir şahidi vermək istəyirəm. Canlıda hansı ki onun qızını tanıdığına deyirəm. Bizi də çox təsvir dəstədə soyur və agresiv davranışır. Baxın, bunu bildirmək istəyirəm gözəl insan. Qızım hal-hazırda həqiqətən elə pis zamanındadır ki, yaş qurbanın elə həssas zamanındadır ki, yəni necə tərbiyə etsəm onlarla gedəcək. Necə tərbiyə qurmuşumsa, o formatda övladlarına tərbiyəni yeniləşmişəm. Və qızım o canlıda gördüyü zanda axşam saat 7 idi və küçəyə çıxmaq istəyirdi, uşaqlarla oynamaq istəyirdi. Hansı ki, küçədə o saatda olan uşaqlar normal uşaqlar deyil, normal danışan, normal diyalog quran uşaqlar deyil. Mən də istəmirəm ki, uşağım o formada insanlarla diyalog şəklində olsun. Qalağı etdiyim halda qışqırdığı üçün mən də səs tonumu artırıram ki, uşaq məni valideyn olaraq hiss etsin və səs tonuna uşaq alsın. Əgər mən ondan reaksiya verməsəm, uşaq onu normal bir halmış kimi qəbul edəcək və hər dəfə düşünəcək ki, mən anamın üzərinə qışqıra bilərəm, qışqırıb hər şeyi eləyə bilərəm. Buna görə də mən bu formada tərbiyə verirəm, düzdür. Əl qalxızmıram, amma ki, üzərinə səs tonumu yüksəldirəm. Uşaq da evdə çəkinəcəyi bir şey insan olmalıdır. Yoldaşımla da qorxurlar, övladlarım çəkinirlər, məndən də çəkinirlər. Bu demək deyil ki, biz onları kültavaz döyürük, deyil. Sadəcə harada nə danışılmalıdır və harada özünü necə aparmalıdır, bunu tərbiyə etməyə çalışırıq ki, millətimizə, cəmiyyətimizə normal övlad böyüdək. Yoxsa mən övladlarımı hamı bilir ki, heç birini seçmirəm. Yəni, ət dırnaqdan ayrılarmı? Xeyr, mən övladlarımı seçmirəm. Sadəcə çox üstünlüyü aminlə videolar paylaşıram və sizlə düşünürsünüz ki, mən digər övladlarımı sevmirəm. Digər övladlarımın normal bir həyatı var. Normal məktəbə gedib gəlirlər. Sadəcə onları çox sosial şəbəkə önünə gətirmək istəmirəm. Yenə dediyim kimi, yaş hədlərinin çox pik vaxtlarındadır və ona görə mən onları sosiala daşımaq istəmirəm. İstəyirəm ki, bu dönəmlərin ən çox zamanını dərslərinə, normal uşaqlarla olan həyatlarına çevirsinlər. Həyatları sadəcə bu telefon üzərindən, sosial şəbəkə üzərindən olmasın. Çünki həqiqətən, necə deyim, insanlar belə elektronika halına çevrilir. İnanın, adətlərimizi, ənənələrimizi, əxlaqımızı, tərbiyəmizi o qədər unutmuşuq, o qədər geridə qalmışıq ki, bu telefon, bu internet həqiqətən bizim həyatımızı zəbt edir. Mən yenə deyirəm, deyəcəksiniz, sən özün də telefonda istifadə edirsən, bəli, istifadə edirəm. Çünki artıq mən müəyyən bir yaşa çatmışam. Müəyyən bir yaş adını çatmışam və mən nəyin nə olduğunu bilirəm dostum. Və inanın, bizim yaş devrimizdə nəyin sosial şəbəkələrimiz anamız televizora belə baxmağa qoymurdu. Həqiqətən ona belə imkan vermirdilər ki, televizora baxmaq olmaz, artıq orada sinirsiz düşmür. Mən 18 yaşına kimi sosial şəbəkə telefonu üzü görmüşəm, qəti şəkildə icazə bilməyim. Onlardan sonra da artıq icazə verib və istifadə etmişəm. Burada da artıq işlərimi görürəm, yekunlaşdırıram.
mətbəximi də bitirdim qızlar. Gördüyünüz kimi hər bir anını paylaşdım. Təmizlədim. Paketdə olan çörəklərdir. Mən çörəyi də açıqda saxlamıram çünki quruyur. Burada da mərci qoymuşam suya. Bu soğanı da soyub hazır qoymuşam. Mərci üçün istifadə edəcəm. Qazımın üstü möhtəşəm oldu. Həqiqətən. Belə. Uşaqlarımı da yığışdırdım. Təmizlədim. Və gördüyünüz kimi yerləşdirdim. Deyəcəksiniz, bunda nə var? Burada Amin oyuncaqlarıdır. Belə. Burada isə artıq Amin durmuşdu və nə qədər işim olsa da öncəliyim övladımdır. Onun yeməyini yedizdirdim, içizdirdim. Hal-hazırda üstəki səsləndirmədə də Amin'i eşidirsiniz. Deməli, buranı da yığışdırdım. Qızda buraları çəkə bilmədim. Çünki o balaca cücə durmuşdu. Bu balaca cücəni apardım temizdirməyə. Belə yığışdırdım, təmizlədim. Buraları belə sildim. Güllərimi yığmışam. Zibildə atılacaq. Bu qədər. İnşallah ki, bəyənəcəyim vlog olar. Sonra kimi izləməyi unutmayın. Hələlik. Amin'i çimdirdik. Hoca yoxsa gəl ağlayır. Və Aminlə bir özüm də çimdim.